Əslində dediyiniz kimi, yəni bu rejimin verdiyi mesajlar əslində bu cür hadisələrdə, yəni hərbi ssenarilərin gündəmdə olduğu hadisələrdə ölkələr strateji çəkindirmə taktikasından istifadə edir. Hı hı. Yəni bu strateji çəkindirmə taktikasına raketlər və yaxud da ballistik yəni ağır texnika, hərbi potensial daxildir. Amma İranda görünür, İran rejimi anlayır ki, mövcud vəziyyətdə çıxılmaz vəziyyətdədir və Hı hı. bunun üçün də bir növ ritorik müstəvidə strateji çəkindirmədən istifadə etməyə çalışırlar. Bu Amerikanı həm də Qərbi İrana hərbi müdaxilədən çəkindirmə məqsəd daşıyır. Hı hı. Lakin məsələ odur ki, burada heç kim İran həm region Cənubi Qafqaz daxil olmaqla region ölkələrinə də dolayısıyla ritorik müstəvidə hədəf almaqla Amerikaya qarşı beynəlxalq ictimai rəyi dəyişməsini istəyir. Yəni beynəlxalq ictimai rəydən Amerikaya qarşı, ümumiyyətlə İrana hərbi müdaxilə məsələsində bəlkə etiraz bir formalaşdırmaq istəyir. Düşünürəm ki, yəni İranın deyək ki, həm Cənubi Qafqazda, həm yaxın şərqdə Amerikanın marağında olan hədəflərə vurması gözləniləndir. Amma hesab etmirəm ki, yəni bu cür taktika daha öncədən mövcud olub və qeyd etmək lazım ki, İran adətən həmişə Cənubi Qafqaza xüsusən diqqət etməyə çalışır. Bu da mənim fikrimcə onlar Cənubi Qafqaz bölgəsini daha zəif hesab etdikləri üçün belə bir addım atırlar. Amma düşünürəm ki, təbii ki, Amerika əgər İrana hərbi müdaxilə ssenarisini ələ atacaqsa, bu İranın əks hücumlarını da hesablanıb. Yəni bu daha öncədən hesablanmış bir əməliyyat olacaq və İranın ata biləcəyi addımlara qarşı da müəyyən bir tədbirlər görüləcək. Amma qeyd etdiyim kimi, daha öncə Amerika artıq İranla danışıqlar masasına oturmaq istəyir və burada Amerikanın öz tələbləri var. Bu istər İranın nüvə proqramı ilə bağlı olan məsələdir, istər İranda rejimin gələcəyi ilə bağlı məsələlərdir. Mövcud hakimiyyət, yəni rejim bunu qəbul etməyəcək təqdirdə hərbi müdaxilə məsələsi aktuallaşacaq ki, hesab edirəm ki, 12 günlük müharibə göstərir ki, İranın verdiyi bu cür açıqlamalar, ümumiyyətlə İranın təhdidləri heç də yəni reallığa söykənmir. Yəni bu kifayət qədər boş mesajlardır. Yəni 12 günlük müharibədə aydın oldu ki, bu ölkə kifayət qədər təhlükəsizlik baxımından çox zəif bir ölkədir. Asif bəy, hara necə deyərlər, baxsan da hansı formada şərh eləsən də nəticədə gəlib çıxır ki, Birləşmiş Ştatlar tez bir zamanda İranın üzərinə hücuma keçəcək. Amma burada bir İsrail mövzusu da var. Çünki İsrailin baş naziri deyirəm, Xarici İşlər Naziri Gideon Sardan bir açıqlama gəldi. Dedi, Qəzzada Həmas, Livanda Hizbullah və Yəməndə Husilər dağıdılmalıdır. Burada biz İranın proksi qüvvələrinin də adının olduğunu görürük. Məsələ nə yerdədir? Əgər ABŞ İrana hücum edəcəksə, paralel İsrail də proksi qüvvələrlə mübarizə aparacaq. Bəlkə əvvəldən Birləşmiş Ştatlarla İsrail arasında belə bir sövdələşmə var. Böyük ehtimalla elə olacaq. Çünki verilən açıqlamalar da göstərir. Əslində daha öncəyə baxdıqda, yəni 12 günlük müharibədən öncə İsrail İranın proksi qüvvələrini böyük ölçüdə sıradan çıxartdı. 12 günlük müharibədə isə İrana ciddi zərbələr vuruldu və gözlənilirdi ki, İran hakimiyyəti, İrandakı mövcud rejim danışıqlar masasına əyləşəcək. Bu həm nüvə məsələsi ilə bağlı razılığa gələnəcək, həm də İranın yaxın şərqdə saxladığı proksi qüvvələrə dəstəyi məsələsi həll olunacaq. Lakin bütün bunlar baş vermədi. Və belə demək mümkünsə, birinci mərhələ, yəni İrana və İranın proksi qüvvələrinə qarşı birinci mərhələ başa çatıb, amma istənilən nəticə ilə başa çatmadı bu. İndi hesab etmək olar ki, əgər hərbi ssenari gündəmə gələcəksə, ikinci mərhələ həm də yekun mərhələ həyata keçiriləcək. Yəni Amerika İrana hərbi müdaxilə ilə rejimin dəyişdirməsi ssenarisini tətbiq edəcəyi dövrdə İsrail də onun proksi qüvvələrinin sıradan çıxarması ilə bağlı əməliyyatları genişləndirəcək. Bu həm də onu hesablamaq, onun üçündür ki, deyək ki, İrana qarşı hərbi müdaxilədə proksi qüvvələrinin prosesə dəstək verməsini qarşı almaq üçün də belə bir əməliyyat ssenarisi qurula bilər. Yəni hərbi müdaxilə məsələsi aktuallaşacaqsa, bu təkcə İran özünə yox, həm də proksi qüvvələrə qarşı olacaq. Gözlənilən budur. Deməli, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasına, yəni BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib. Deyir ki, Donald Trump İranı güc tətbiqi və hərbi müdaxilə ilə açıq şəkildə və dəfələrlə hədələyib. Vəziyyət o yerə gəlib çatıb ki, artıq İran BMT-dən bu mənada bir dəstək, bir kömək istəyir. Amma BMT də bu mövzuda çox sakitdir və ümumiyyətlə reaksiyasızdır. Ümumiyyətlə, BMT-nin belə mövzularda ümumiyyətlə təsir mexanizmi yoxdur. Bu bir. İkincisi, BMT Təhlükəsizlik Şurası əsasən qərar çıxara bilər ki, həmin Təhlükəsizlik Şurasında Amerikanın özünün veto hüququ var. Digər tərəfdən Rusiya və Çin
İran məsələsində deyək ki, İranın dəstəkləyən cəhətdən çıxış edir, amma onların dəstəkləri sırf siyasi müstəvidə verilən bir dəstəkdir. Yəni Çin praktiki müstəvidə müharibəyə qoşulmayacaq, bu Çinin siyasi və iqtisadi maraqlarını ziddir. Rusiya isə əslində İran məsələsindən yekunda deyək ki, Amerika ilə bazarlıq mövzusu kimi istifadə etmək niyyətindədir. Yəni bu aydın görünür. Bu baxımdan əslində 12 günlük müharibə də göstərir ki, İranın mövcud rejiminin regionda real müttəfiqi yoxdur. Yəni bu baxımdan yanaşdıqda, yaxud da BM Təhlükəsizlik Şurasının verəcək qərar belə bu proseslərə təsir etməyəcək deyə düşünürəm. Və İrana qarşı hərbi müdaxilə, ümumiyyətlə İranda rejimin dəyişdirilməsi ssenarisi aktuallaşırsa, yəni deyək ki, bu proses başlayacaqsa, Çin və Rusiya bu prosesdən öz maraqlarını təmin etmək üçün istifadə edəcəklər. Onda belə çıxır ki, Amerika Birləşmiş Ştatlarının İranla bağlı əsas planı rejimin dəyişməsidir. Çünki digər məsələləri hansısa formada yoluna qoymaq mümkündür, amma rejimin dəyişməsini danışıqlar yolu ilə həll etmək olmaz. Əslində belə görünür. Yəni deyək ki, ümumiyyətlə İranda daha öncədən iki ssenari olub. Bir rejimin dəyişməsi və yaxud da İranın parçalanması və yeni dövlətlərin yaranması, bu ən azındakı mərkəzdə hakimiyyətin zəif olduğu və müxtəliflərin yaranması ssenarisi. Bu ssenaridə, yəni ikinci ssenari, mərkəzdə hakimiyyətin zəif olması və digər milli məsələlərin aktuallaşması İsrail daha çox istəyir. İran, Amerika hakimiyyətinin isə ən az cari dövrdə deyək ki, İranın parçalanması ssenarisini, deyək ki, hadisələrin inkişafını proqnozlaşdırmaq çətindir. İran əgər parçalanacaqsa bu bölgədə proseslər necə inkişaf edəcək, və yaxud da bu bölgə geosiyasi bir qarşıdurma müstəvidə çevriləcək. Yəni bu ssenarilərə görə Amerika tərəfi daha çox İranda yeni liderin tapılması və yeni rejimin, daha dünyəvi bir rejimin qurulmasını istəyir və əslində hesab edirəm ki, hücumdan öncə aparılacaq danışıqlar, yəni güman ki, danışıqlar aparılacaq danışıqların əsas gündəm mövzusu da bu olacaq. Yəni İranda bütün şərtlərin qəbul ediləcəyi və dünyəvi hakimiyyətin olacağı, daha çox önə çıxacağı bir hakimiyyətin qurulması məsələsi. Rejim buna razılaşacaqsa, deyək ki, rejim bunu məsələyə İranın bütövlüyünün qorunması şərtində bəlkə də razılaşa bilər, yəni bu gözlənti də var. Əgər rejim razılaşacaqsa, ssenari bu istiqamətdə inkişaf edəcək ehtimal çoxdur. Yox, əgər proses razılaşmayacaqsa, bu razılaşmayacaq ehtimallar da var. Çünki İranda mövcud rejimin hədəflərinə, ümumiyyətlə, hakimiyyətə gəldikdən sonraki dövrdə apardıqları siyasətə baxdıqda, onların geri çəkilməyəcəyi ehtimal da ortadadır. Bu ehtimallar dəyərləndirdikdə razılaşmayacaq təqdirdə böyük ehtimalların hərbi müdaxilə ilə bu proses yekunlaşdırılmaq istiqamətində addımlar atılacaq.